Səhəri gün gəlmişik qaraja, Hikmət işləyir arxa fonda. Yəni dünəndən bu günə bir şey dəyişməyib, maşınımız buradadır. Hikmət işi bəyəndi. İndi biraz burasını deşiklərini bağladım. İstəyirik ki, başlamazdan öncə buraları biraz təmizləyək. Buralar kirlidir. Bunlar bir həll olsun. Sonra başlayırıq yavaş-yavaş yığmağa. Çünki bugün kalan işlərimiz var və bugünkü işlərimiz sadəcə təmizlikdir əsas. Moykadan sonra içəridəki bütün bu plyonkalar falan gördüyünüz hamısını çıxardacağıq. Sileniyamızı da, bu məşhur sileniyamızı da sökəcəyik. Hal vəziyyət bu formadadır. Bagajda isə bagajı çox paketləməmişdik, düzdür. Amma ona görə də batan hissələr var, onları da qəşəng təmizləyəcəyik. Belə, indi Moykadan xəbər gözləyirik. Orada maşın var, o boşalsın, salaq bunu içəri. Ola. Çox narahat. Heç nə görmürəm. Şəni qaldırım, prosta şəni qaldırsaq da deşikdir hər yerə. Buralar it gündədir və buralar zatlar qəşəng yumaq lazımdır ki, biz yığa bilək. Prosta üzüm biz bunu nətər eləyək ki, buralara su tutardıq, bura girməsin. Buralar okeydir, buraları görürsən, əla. Necəsən? Başına olsa zəngdən təzə çıxıb, biraz üstü orada oturan tozlar var da. Mesela belə yerlərə dirəməm. Öyle uzaqdan pıst keçdim, əski ilə sizləmin bir şey olur.
Koftamdan da məncə bilərsiniz ki, növbəti gündəyik. Əslində bu videonu gün-gün çəkmək istəmirəm, çünki neçə gün çəkəcək bilmirəm. Proses nəsə elədikcə çalışacağım sizə göstərim. İstəyirəm bir dənə maşına baxaq, görək nə eləmişik. Deməli, qəşəng yuduq, təmizlədik, oraları gördünüz. Orada burada kənarlarında polirovkanın bu şeyi var idi, pastanın izləri var idi. Onları sildim maksimum dərəcədə. İndi qabağıma çıxdıqca da silirəm. Hikmət Usta bu günləri yoxdur, onun izahına gələcəm, amma bir dənə içəriyə baxaq. Yaxşı ki, çox ideal şəkildə paketləmişdik. Yəni, heç nə yoxdur, toz belə yoxdur şitin üstündə, şükürlər olsun. Burada hörümçəyimiz var, hörümçək heç. Və kommentlərdə yazanlar var idi ki, nə bilim, trim səsi çoxalacaq, nəmli olacaq. Gördüyünüz kimi konsol falan heç nə söküb eləməmişik ki, trim səsləri də olmasın. Söksək belə ideal yığanda trim səsi olmur. Onu da qeyd eləyim. Patoloku falan təmizlədik, elədik, amma gördüyünüz kimi dəhşət bir şey də eləməmişik. Sadəcə təmizləyik. Buraları falan qəşəng tozsoranladım. İndi plan nədir? Plan orasındadır ki, arxa hissədə buralar tozlanıb. Buralarda yarpaq zad var. Bunların hamısını buraları qəşəng təmizləyəcəyik. Bagaja çox girişməyəcəm, çünki bagajda Hikmətin işi var biraz. Hikmət də bugün olmadığı üçün buna hələ dəymirik. Əsas pluslardan birini nə eləmişik? Tez bazar Hikmət bunları taxdı üstünə. Qapının ruçkaların, belə, nə bilim, işığımız falan yerində hər şey. Adicə, bax, artıq bu qara rezin belə, necə deyərlər, vid verir. Qapı nəyəsə oxşuyur. Amma işlərimiz çoxdur. Ön hissədə də əsas hikmətli söhbətlərdir burada. Həm misal üçün tez bazar nəyə taxdıq? Burada bizim qara plasmasımız vardı. Bunu da struktur rənglətdirdik, taxdıq üstünə. Və indi keçək Hikmətin niyə olmamağına. Hikmət Ustanın bu günləri işləri var deyə işə gəlmədi. Ona görə qarajda bu gün mən təkəm və Hikmət olmamağı çox bir problem olmur bu günlük ən azından. Çünki təmizlik işlərimiz var və çalışacağım bu günləri maşının içində təmizləməkdən savayı bu arxa polkanı, arxa hissəni yavaş-yavaş öz imkanlarımla yığım. Buraları falan istəyirəm ki, bu günləri bitireyim. Abifqa, arxa oturacaq, bax, bunların hamısını həll edeyim. Hətta qabaq oturacaqları belə bəlkə bağladım üzərinə, baxacam və bundan savayı vaxtım qalsa, zaryadkam qalsa, bu şüşənin aradakı rezinlərində istəyərəm taxım. Taxa bilsəm, taxacam. Buralara hələ keçmirəm. Əsas bildiyimiz, eləyə biləcəyim dəqiq nədir? Bax, bu arxa hissədir. Buraları yavaş-yavaş təmizləyə yığmağa başlayacağıq inşallah. Hal və vəziyyət bu formadadır. Qarajdayıq. Bagajın için ideal şəkildə təmizlədik. İndi keçmişik ilk salonla bağlı detalımızı qoyacağıq. Amma detalı qoymazdan öncə bu kirlənən kəmərlərimizi silirik. Arxa kəmərlər dəhşət çox batmayıb əslində. Səbəb isə arxada olmağıdır. Çox da bura girib çıxan olmayıb deyə çox da batmayıb. Amma nəticə etibarilə ümumi iş görüldüyü üçün məcburi şəkildə buraları da silməliyik təbii ki. Qoy təmiz olsun da, nə olsun altda qalır. Çox adam elə necə gəldi, basır, bağlayır ki, əşki. Altda qalır, kim görəcək, nə bilim, nə olacaq. Yox, qardaş, bizdə elə söhbətlər ola bilməz. Altdır, üstü, fərqi yoxdur. Təmiz olmalıdır. Bir dənə şişəsi update. Deməli, bagajın için qəşəng sildim, təmizlədim, buraları açdım, ustitelin altı falan hamısı təmizləndi, buralar təmizləndi. Qəşəng buraları söktüm, çıxartdım, təmizlədim və polkanı qoyduq. Kolonkalarını da taxdıq. İndi bir dənə test eləyəcəyik. Görək, hər şey qaydasındadır, yoxsa bizim pərdəmizin knopkası. Buradadır, görək işləyir, yoxsa yox. Qəşəng.
gözəl. Lamoku bağlayaq. Belə, davam edirik. İndi polkanın böyür başında yığmalıyam. Görək də gedirik yavaş-yavaş. Xırda-xırda yığırıq. Tələsmədən, yavaş-yavaş. Çünki tələsəndə 100% nəsə yadımdan çıxacaq, bilirəm. Ona görə də akuratlı. Əsas məqsəd heç nəyi qırmadan, heç nəyi sındırmadan bu məsələni tamamlamaqdır. İdeal. Yorğunçuluqdur üzümdən, gözümdən yəqin ki görürsünüz. Bu günləri tək olduğum üçün hop İlkin məni tək buraxmadı, sağ olsun əldə ol gəlmişdi özdə. Yedik, içdik, söhbətləşdik. Çox sağ olun ki, məni tək qoymadın. Bərk yeyib içmişik. Heç saat. İndi gəlin sizə izah edeyim ki, bugün neynədir. Yüngülvarı oradan-buradan çəkdim. Çox çəkib uzatmaq da istəmirəm. Bagajın için bu formada yığmışıq. Kavralitin, bu plasmasın, bu kavralitin. Bunu hələ ki elə belə taxmışam. Hələ işlərimiz olacaq. Bu hissənin də kavraliti qalıb, onu da həll eləyəcəyik. Əsas məsələ isə içəridə polkanı tam olaraq yığdıq. Gözlə belə də göstərim. Polkanı yığdıq, abifkaları yığdıq. Gördüyünüz kimi arxa oturacaqları demək olar ki artıq bağlamışıq, qalıb bir dənə yan tərəflər. Bunlara axotum yoxdur, sabah yəqin davam eləyəcəm. Bundan savayı bax bu plasmasları da taxdıq üstünə, abifkamız falan hər şey yerində. Yavaş-yavaş prosesə davam edirik, amma təbii ki hikmət olmadığı üçün, bir yol göstərən, направление verən olmadığı üçün xırda-xırda yoxlaya-yoxlaya bu qədər yığdım. Yəqin sabahlarda davam edərik. Ümidvaram sabah hikmət də artıq bizə qoşular. Bu günlük bu qədər, sabah görüşərik. The next day. Növbəti gündə Hikmət usta hələ də yoxdur, amma Hikmətin boşluğunu doldurmağa çalışıram. Təzəlicə gəlmişəm, yüngülvarı işlər görmüşəm, gəlin sizə də göstərim. Deməli, bagajı demək olar bitirmişik, amma arxa oturacaqlar artıq kənarlarını da taxmışam, gördüyünüz kimi. İndi burana taxacağıq. İstədim elə taxmamış sizə də göstərim. Gəldim. Oturdu. Arxa oturacaqlarımız hazır. Yenə hava qaraldı. Yenə tək deyiləm. Rəşad buradadır. Namı dəyər major. Rəşad, köməyə gəlmişsən qardaşım. Sağ olsun. Sağ olsun Rəşad da biraz əl atdı. Təmizlik elədik normalni. Bagajı görmüsünüz. Buraları həll elədim. Stoykaları atdıq. O plasmaslar qaldı, o hikmətli idi nəsə. Biraz təmizlik işlər getdi, buranın aralarını falan hamısını təmizlədim. Motorxanadan da bir-iki dənə detal. Bax, bunlar sökülmüşdü, plasmaslar. Bunları təmizlədik, yerinə yığdıq, bağladıq. Bunları ata bilmədim. Nüanslar var idi, hikməti gözləyirəm. Yenə barmağımızı kəsmişik. Reylingin bu plasmaslarını atdıq sağ-sol. Başqa nə eləmişik? Başqa da belə də işləyirik. Amma artıq yorğunçuluq öz sözünü deyir. Bugünü də belə bağlayaq, görək sabah başımıza nə gəlir. Ümidvarım, ümid edirəm sabahları artıq hikməti yanımda görə bilərsiniz. Getdik. The next day. Bəli, növbəti gün nəhayət Hikmət ustaya zəng çatdı və gördüyünüz kimi gələn kimi öz şəxsi istəyi olmasa belə bizim avtomobilimizdən məşğul olur, bir əl atır, sağ olsun. Usta nətərsən, ay usta? Yaxşıyam, mən yaxşıyam. Maşını yaxşıyam. Yaxşı olar. Deməli, cavanlar, güzgünü toparlayırıq. Elə bir ki, bu gələcək bunun üstünə. Baba, ücü vid verir, baba, fikir ver. Nəysə, buraları çox qıtalamayaq. Mən də ki, heç nə, sarı dəsmalımla fırlanıram. Qapılarda əsas hikməti gözlədiyim nöqtə odur ki, qapıları yığmaq mənlik deyil. Professional şəkildə gördüyünüz kimi yığır, bu rezinləri taxdıq, bu ucu vid verir, bu qaş. Michelin vid verir.
dəyməsən olmaz. Rəşada nə demək istəsən buradan? Nə məsləhət, nə tövsiyə verə bilərsən? Velosipedlərdən uzaq getsin. Yaxşı olar inşallah, canım ay Rəşad. Hə. Heç nə, bu hissələr gedir. O tərəfdə rezini taxmışam. İndi buraların plasmaslarını təmizləməliyəm. Belə də təmizləyə paralel də yığırıq. İşləyirik. Köpqama var bir də. İşləyirik qardaşım, işləyirik. Bu dəqiqə maşın yığanda başıma gələ biləcək ən pis şeylərdən birini yaşayıram. Amma ondan öncə son vəziyyəti istəyirəm göstərim. Çox bir şey dəyişməyib, amma artıq güzgümüz taxılıb. Güzgü şey, ba. Bu qara detallarla özünü göstərir. Burada da qara detallar olacaq və tamamlayacaq. Amma abifkanı tam yığıb yerinə qoya bilmirik. Səbəb də nədir? Bax, fikir verirsiniz, buralar yığıldı, iç rezin qoyuldu, pişalka yerində, hər şey qaydasında. Amma buradan yuxarı çıxacaq və belə bir dəmir var. Kilitləyəndə olur, açılanda olur. Bax, həmən bu dəmiri ala. Çıx çölə, Alikantaranıza eləyəsən, çıx çölə. Hə, o dəmiri cavanlar tapa bilmirik. Yəni, servisin zibilxanasını dəyişmişik, fanarla, zadla. Bəlkə bir saatdır bütün qarajda ola biləcək, o dəmiri qoyula biləcək hər yeri gəzmişik, hər yerə baxmışıq. Amma, qardaş, yoxdur. Mənə güdür, maşına minməyə mənə güdür. Güya şeydir, başqa işlə məşğuldur. Qanını örtüm. Dəmiri tapa bilmirik, qardaş. Hiss edirəm nəsə çox belə mənasız bir yerdən çıxacaq. Çünki o itə bilməz. Dünənləri, o dəmirləri mən görmüşəm öz gözümlə. Hətta sırağa gün hikmətə gətirdim, dedi hələ buna var. Apardım, qoydum yerinə. Yeri də buradır. Yəni, burada çox qəliz bir şey yoxdur da. Burada olmalıydı bu hesablamalarımdan. Buranı ələk-vələk elədim, yoxdur, qardaş. Şirinlik eləyir bu da buradan. Şirinlik eləməlik vaxt deyil. Vəsf zamanı deyil, afət. Hardadır dəmir? Ay, hardadır dəmir? Dəmirin yerini məncə sən bilirsən, gizlətmirsən. Salona səni qoymuram deyə gizlətmirsən. Belə şeylər də olur. Həmişə güllük, gülüstanlıq olmur. Dedim, bu momenti də çəkim. Nəysə, tapsam deyəcəm. A few moments later. Bilmirəm, bu videonun offline-də bir neçə gün əvvəl çəkmişəm, indi baxırsam. Amma izləyə-izləyə nəsə dua elədiniz, neynədiniz mənim üçün. Allah haqqı deyirəm, videonu çəkəndən 2 dəqiqə sonra tapdım. Hamısını paketləmişəm. Bax, bir dənə belə paket var, BMW logosu üstündə. M4 CS falan logosu. Bir dənə budur, bir dənə də özdə göstərəcəm. Bir dənə də belə paket var. Və bunlar bir-birinə bənzəyir. Hər dəfə bunu açıb baxıram, elə bilirəm içində yoxdur. Sən demə, başqa-başqa paketlər imiş. Tapdım ha usta. Nə oldu? Saatlı zibilliyi zadı eşirik. Sən də haraka. Bir-birini oxşuyur. Çox hoşdur. 2 dəfə açmışam bunu. Opsunu açmamışam. Bunu açmamışam. Eldar götürdü, əlinə deyirəm, Eldar açmışam, onu yoxlamışam. Bir dənə aç da özün. Xahiş edirəm. Allah bir o. Bunu təzədən niyə qaytarıb bağlamısan ki, sən ağıllar? İtməsin. Sağ ol. Zato rezinlər tapıldı da. Oy da, ha, zato. Şakıl. Bunun left right yoxdur məndə. Bilmirəm. Əsas o da tapıldı usta. səhv. Abifkadan sonra da onsu. Belə də olar, belə də olar. Belə də olar. Birinci bunu bağlayın. Hamısı pişik bizlər. Ha, pişikdən soruşdum da elə. Yazıq bir şey. Ha, necə? Severim hala. Necə rahatladım, elə rahatladım. Rahatladım. Elə canım rahatladı. Elə canım rahatladı. Davam eləyirik. Turasını eləmsən, Tros burada baba. Left right yoxdur yəqin bu. Onda buyur qardaşım. Kalonka hələ də bağlamamısan ha. Brat, kolonkan qorxuram, bağlayacam. Bayaqları prosta pox aparmış da, yox. Bayaq bir dənə belə getdi, valına gəldi. Travman var, sən ondan bağla.
Hə, mənim də var, sənin də hardasa pay Mən də sahibisən. unutmuşam. Unutmusan, hə? Gətir kankan bağlı saxla keçidək. Yaxşı. Bir günün daha sonuna gəldiyi cavanlar. Yorğunçuluqdur. Amma o motosiklet qorxlandı yenə. Güzgünü görmüşdünüz, amma Abifqanı da sizə göstəreyim. Abifqamız hazır. Nəyə soxuşur? Nəyə soxuşur? Xoşbaxtlıq. Amma qalan işlər elə öz qaydasındadır. İndi sol qapıda proseslər gedəcək. Amma onu birazdan görəcəksiniz. Mən yəqin ki, sabahları onlarda çəkib sizə göstərəcəm. Biz davam edirik. The next day. Axşamınız xeyir olsun. Niyə axşamınız? Çünki biz axşamlar işləyirik. Hikmət usta yanımızdadır. Bu günləri incə işlərlə məşğuluq. Gördüyünüz kimi ustamız da burada. Ustanı həmişə belə oturan vaxt görürsən, amma yox. İşləyirik. Əsas bizi narahat edən incə işlərdən biri də bu kantın oturmağı idi. Çox zulümlə, zillətlə də olsa buranı həll elədi. İndi buranın yuxarı hissəsini taxmalıyıq. Amma bir məsələ var. Bu kantı istəyirəm sizə göstərim. Deməli, bax, kantın üstündə belə nədir, knopkalar var. Və bu knopkalar bəziləri normal olaraq sökəndə qırıla bilir. Və bu knopkanı mən almışam birini 9 manata. Sonra da deyirsiniz ki, maşın yığmağa nə var? Niyə görə bu 9 manatdır, bu balaca şey? Çünki orijinaldır. Orijinalın da oturduğu kimi heç nə oturmur. Ona görə də uşaqlar, çalışaq imkan daxilində, yəni bu knopka əslində balaca bir şey kimi görünsə də, avtomobilin üstündə təsiri çox böyükdür. Çünki kantın orada dayanmağı möhkəm formada bu knopkalardan asılıdır. Ona görə çalışaq orijinal detallardan knopkasına kimi istifadə eləyək. 9 manatla da iş bitmir, çünki axtardığın qədər tapmaya da bilirsən bəzən. Belə bir problemlər də olur. Yəni, belə xırda bir dipnotu da belə keçmiş oldum. Əsas bu kantları vursaq, sol tərəfi bitirsək, sağ tərəfdə də həmin proses bizi gözləyir. Buralara elə girişməmişik, fikir versəz elə necə var, o formada da qalıb. Qız manatlı səs vermədi. Amma yaxşı. Yaxçıdır. Arkan bağla. Qəşəng. Maraqlı. Son nöqtə var burada, bir dənə kulminasiya nöqtəsi. Burada, bu rezin altında bir dənə balaca ulduz 20 var. Yəni birdən F32 da sökərsiz, eləyərsiz. M4, F32. Xəbərimiz olsun. Xəbəriniz olsun ki, basıpsındır dünyası. Əslində bunu BMW çox yaxşı eləyib. Köhnə modellərdə bu şada olayınlar sürüşüb gedir, davar, nəmini eləyir. Olanın qarşısını almaq üçün. Yəqin ki, bunu hansısa Azərbaycanı təşrif edib. Ki, gavura belə bir şey. Ki, bizim videolardan görürlər. Hə, ki, əziyyət çəkir. Səs də yoxdur ki. Güzel da səs. Şah, hazır. Bu tərəfdən qutarıq. Güzel. Hələ var, aşağılar var. Verdi. Mayakovats Vağvır. Mayakovats Vağvır, все. Çəkirdim, çəkirdim. Məncə qəşəng oldu.
Və salam.